Yeniyetmə valideynlə aqressivləşməyi çox təbiidir, hətta sağlam bir şey sayılır. Niyə? Çünki ən böyük, ən uşağın kəskin anadan, atadan aralanmağı bu yeniyetməlikdə olur. Yeniyetməlikdə uşaq anaya, ataya qarşı çox çıxır və bu təbiidir. Çünki uşaq anadan, atadan aralanmalıdır. Bu vaxtında yeniyetməlikdə hələ yetərincə aralansa, daha yetkin şəxsiyyət kimi formalaşır. Amma uşaq bastırsa içində hər zaman aqressiyasını, qarşı çıxmasa, hər zaman boyun əyir, razılaşır valideynlə, o yetkin kimi formalaşmır. O formalaşır elə bir insan kimi ki, yəni burada hər zaman çox şeyləri ertələyən insan ya ola bilərsən, ya ola bilər ümumiyyətlə planlarını reallaşdırmağa qorxursan. Öz sözünü deməyə qorxan insan. Yəni qorxuları çoxdur bu insanın. Öz etapları var da separasiyanın. Yeniyetməlikdə ən kəskin yeniyetməlikdə uşaq aralanır. O da aqressiya hələ bir hesabı nə olur? Çünki uşaq indi məhz yeniyetməlikdə bəyənməməlidir. Məhz hələ elə olmalıdır ki, ay siz bilmirsiniz, mən bilirəm, siz türklər demiş geri kafalısınız, siz anlamırsınız məni, siz heç nə başa düşmürsünüz, siz başqa nəsilsiz. Yəni uşaq bu sözlərlə danışmaq normaldır. Çünki uşaq separasiyada nə baş verir? Uşaq ancaq dəyərsizləşdirməlidir ki, valideyni aralana bilsin. Yəni, uşaq valideynin dəyərini belə hələ göylər qədər bilə-bilə ondan aralana bilmir. Nə üçün yeniyetmə lap çox aqressiv olur valideynə? Valideynin burada səhvi nə olur? Valideyn 10 yaşında uşağına necə davranırdısa, 5 yaşında. Demək olar ki, valideyn uşağına hələ 16 yaşında da elə davranır. Qadağaları əvvəl 5 il sonra necə idiniz? 16 yaşda da elə qalır. Halbuki fərq olmalıdır. Halbuki yavaş-yavaş azalmalıdır. Uşaq ona görə qarşı çıxır. Uşaq ona görə dava edir. Uşaq ona görə deyir ki, ay siz heç nə anlamırsınız. Sizin dünyadan xəbəriniz yox. Yəni ki, bunu deməsi uşağın bu sağlam bir etapdır. Amma bu etap yumuşaq da keçə bilər. Valideyn yavaş-yavaş özü uşağı özündən aralasa, çox yəni qarışmasa, çox kontrol aşırı etməsə.